Vaxtınız xeyir olsun. Mən İsayeva Röya. Sizin üçün Azərbaycan dili suallarının izahını vermək istəyirəm. Hansı sözdə ü hərfi yazılmalıdır? Yazılışında ü olmalıdır. Baxaq onda yazılışa. Deməli, müdir i ilə yazılır. Bünövrə ü ilə yazılır. Firuzə idir, büllur üdür, füsünkar üdür. Məsələn, biz belə deyirik. Firuzə qız incədir. İ, incə. Və bunu belə yadımızda saxlayaq. Amma Füzuli oğlan adı olanda Füzuli üdür. Bunu rahat yadımızda saxlamaq üçün indi bu əlavə kimi dedim. Deməli, ü yazılır. Bünövrə, büllur, füsünkar. 2, 4, 5. Bünövrə, büllur və füsünkar. Keçdik növbətiyə. Vurğuya görə leksik məna dəyişir, amma qrammatik məna dəyişmir. Yəni, nitq hissəsi dəyişmir. Biz bilirik ki, elektrik sözü iklə bitən sözlər içində istisnadır ki, onun vurğu ikdən əvvələ də düşəndə, ikin üzərinə də düşəndə hər iki tayı isim olaraq qalır. Amma digər ik birləşməsi olanlar sifət olanda vurğu sona düşür. Məsələn, akademik görünüş, necə görünüş? Sifət olanda sona düşür, amma akademik gəlir. İsim olanda ikdən əvvələ düşür. Güzəştli təhsil. Güzəştli təhsil sözü 3-cü testimizə baxırıq. Deməli, 2-də cavabımız nə oldu? C bəndi. 3-ə keçirik. Güzəştli təhsildə uyğun olmayan axtarıq. Kö səsinin cingitlə qarşılığı işlənibdir. Bəli, işlənibdir kö. Deməli, bu doğrudur. Burada doğru yazıb. Deməli, doğru. Vicdan sözünün tələffüzündə olan bir samitin cingitli qarşılığı verilib. Elə vicdan sözündəki samitlər hamısı cingitlidirsə, onların necə cingitli qarşılığı verilə bilər? Deməli, bu yanlışdır, amma doğru yazıb. Deməli, səhv yazıb. Deməli, bizdən də uyğun olmayan variant deyirsə, cavabımız B-dir. Görək o birlər niyə olmaz? Müxtəlif saitlərin bir neçə məqamda oxşarlığı var. Bəli, i. Hər ikisi, məsələn, incə qrupunda adalar, eyni oxşardılar, yəni ortaq odur ki, və hər ikisi dudaqlanmayan saitdir. Deməli, bu doğrudur. Burada doğru yazıb. Kar cingitli cütlük var. Xeyr, yoxdur. Heç bir cütlük yoxdur. Deməli, bu yanlışdır. Burada yanlış yazıb. Qarşılığı olmayan samit yoxdur. Yoxdur da. Qarşılığı olmayan samit l, m, n, r, h-dır. O da yoxdur. Burada. Deməli, bu da doğru. Kök, sıx sözünün fərqli mənası düşünürlər. Mən bunu sıx və duz haqqında demişəm ki, əgər ona qoşulan şəkilçi 4 variantlıdırsa, şəkilçi, yəni i udursa, deməli onun kökünü nə götürürük? Feil. Yox, ona qoşulan şəkilçi 2 variantlıdırsa, yəni a varsa, deməli şəkilçi 2 variantlıdırsa, ona kökünü nə götürürəm? Sifət. Lıq istisnaidir. Baxın, sıx ıcı. I, u'yu 4 cür yazılır. Deməli, bunun kökü nədir? Feil. Sıx ıntı 4 cür yazılır. Deməli, kökü nədir? Feil. Sıx ılmaq 4 cür yazılır. Kökü nədir? Feil. Iş 4 cür yazılır. Kökü nədir? Feil. Amma laş 2 cür yazılır. 2 cür yazılırsa kökü sifətdir. Rahat bir qayda. Sonra keçdik bura. Antonim varsa 100% hər zaman bu cümlə haqqında nə demək olar? Biz bilirik ki, antonim, sinonim və çox mənalar nə olur? Yalnız eyni nitq hissəsinə aid olur. Yalnız eyni nitq hissəsi. Deməli, əgər sözdə antonim varsa, məsələn, kök və arıq varsa, qoca ilə cavan varsa, 100% eyni nitq hissəsinə aid olan ən az 2 söz var. Çünki onun antonimi də orada daxı eyni nitq hissəsinə aid olmalıdır. Frazoloji birləşmə olduğunu dəqiq demək olmur. Gəlin baxaq. Can verməyin heç həqiqi mənası yoxdur. Bunu həqiqi mənada işlətmək olmur. Yalnız frazoloji kimi düşünə bilərəm. Yaxşılığı başa vurursa, bu götürüb qələmi, dəftəri, daşı, kitabı başa vurmur. Bunu yalnız frazoloji kimi düşünə bilərəm. Sonra, soyuqdan burun ucu həqiqi mənada göynür. Amma əgər burun ucu kimdənsə darıxdığına görə göynəsəydi, o frazoloji ola bilərdi. Bu birisində frazoloji görmürəm, ziyarət etmək keçdik bu birisinin C bəndinə, cavabımıza. Məktəbdə olanlara görə günün sonunda başı çox ağrıyacaqdır. Baxın, başı ağrımaq nədir? Başı ağrımaq biri var ki, başını bilmədən vurub divara məktəbdə. Ya da yoldaşı ilə getdiyi yerdə bir-birinə baş-başa vurublar, bilmədən də başı bir-birinə dəyib. Olub həqiqi məna, başı ağrıyacaq gün ərzində.
Amma bir də var ki, məktəbdə nəsə səhv hərəkət eləyib, müəllim valideynə şikayət eləyir və buna görə də onun başı ağrıyacaq da problem, çətinlik işə düşürüb. Deməli, bu da oldu nə? Frazeoloji birləşmə. Baş ağrımaq məcazi məndadır da. C bəndi. Altından xətt çəkilmiş isə, burada altından xətt çəkilməyib deyə mən bunun bütün sualları sizə izah eləmək istəyirəm. Xətt düşməyibdir. Ona görə, amma bunu elə izah eləyəcəm ki, narahat olmayın. Bu tipli testlər sizin üçün rahat olsun. Baxın, quruluşa, bax həmişə bunu yadda saxlayaq ki, quruluşa təsir edən şəkilçi deyəndə, şəkilçi bərabərdir ilk qoşulan şəkilçi. Vəssalam. Deməli, nədir? İlk qoşulan şəkilçi. Deməli, quruluşa təsir edən şəkilçi deyəndə nə nəzərdə tutulur? İlk qoşulan, özdə leksik şəkilçi, ha. Sözə ilk qoşulan leksik şəkilçi. Bax, bunu unutmayın. Leksik şəkilçi. Deməli, bir də deyirəm. Əgər sözün sizə düşsə ki testdə, harda sözün quruluşunu dəyişən şəkilçi var? Sözə ilk qoşulan leksik şəkilçi yalnız onun quruluşunu dəyişir. Yalnız, baxın, düy sözü sadədir. Düyün sözü onu elədir düzəltmə. Ta ondan sonra nə olsun ki, bura lə də leksikdir? Onsuz da yenə düzəltmək də, lə onun quruluşunu neynədir ki? Dəyişmədir ki. Deməli, quruluşu dəyişən ilk şəkilçidir. İlk leksik şəkilçi, bunu unutmayaq. Onsuz da qrammatik quruluş dəyişə bilmir. Çilingər sözün köküdür. Lik onun neyniyib? Quruluşunu dəyişib, sadəni düzəltməyə çevirib. Əyləmək sözün köküdür. C neyniyib? Onun sadəni düzəltməyə çevirib. Qaldır sözün köküdür. Il sadəni düzəltməyə çevirib. Dil sözün köküdür. Dildən dilə yaranıb. Sadəni düzəltməyə çevirib. Amma ondan sonraki leksiklər onsuz da düzəltmə olan sözün quruluşunu dəyişə bilmirlər. Qrammatiklər isə ümumiyyətlə dəyişə bilmir. Ümumiyyətlə qrammatik quruluş dəyişə bilmir. Deməli, bir də təkrar edirik. Quruluşa təsir edən şəkilçi deyəndə ilk qoşulan leksik şəkilçini. Bax, bunu qeyd eləsəz yaxşı olar. Bu çox lazımlı məlumatdır. Sözə quruluşu dəyişən şəkilçi bərabərdir ilk qoşulan leksik şəkilçi. İlk leksik şəkilçi. Deməli, quruluşa təsir edən şəkilçi deyəndə nə edirik? İlk leksik şəkilçini düşünürük. Yəni, mən elə biləm bu sual tam altından xətt çəkilməsə də, elə biləm bu sualda bir çox məqamları öyrəndiniz. Mən elə biləm çətinliyiniz qalmaz bu mövzuda. Qaraldılmışdır sözündə. Leksik şəkilçinin digərindən fərqi nədir? Deyir, l qayıdış növüdür. Biz də bilirik ki, sözün kökü qara sifətidir. L sifətdən feil düzəldib, t feildən feil düzəldib, il yenə feildən feil düzəldib. Mışdır qrammatik şəkilçilərdir. Biz də bilirik ki, feilin məlum növündən başqa heç bir növü feil olmayan sözdən yarana bilməz. Qaraldılmışdır sözü qara sifətindən yarandığı üçün qayıdış növ ola bilməz. Ona görə bu fikir səhv fikirdir. T feildən feil düzəltdiyinə görə, onsuz da feildən feil düzəltdiyinə görə niyə fərqlənsin ki, il da feildən feil düzəldir də? Deməli, digərlərindən bu fərqlənə bilməz. Il feildən feil düzəltdiyinə görə yenə deyirəm. Il da feildən feil düzəldir, t da feildən feil düzəldir. Yəni, fərqli deyil onlar bir-birindən. Il adlardan feil düzəltmir. Ümumiyyətlə, il şəkilçi, 4 cür yazılan şəkilçi adlara qoşulmur. Feilə qoşulur, feilə. Deməli, bu fikir də səhv fikirdir. Amma allı şəkilçisi, allı. 2 cür yazılan şəkilçilər adlardan düzəldir. Bəli, deməli, o biriləri feildən, al şəkilçisi adlardan feil düzəldir. Daşlaşmaq haqqında. Bunlar, mən belə ilk baxışda baxıram ki, hansı məntiqi, görün bunları ortaq nədir ki, hansı məntiqi bunlara uyğunlaşdıra bilərəm? Baxın, daşlaşmaq və sulanmağı məsələn, o dəqiqə yadıma nə düşür? Bunların hər ikisi tərkibinə görə 2 cür təhlil oluna bilər. Necə? Sement daşlaşanda laşı bütöv götürürük. Amma uşaqlar bir-birini daşlayanda, uşaqlar daşlaşanda daşlamaq, la bir, şı bir götürülür. Yenə, kabab yetişib sulananda, meyvə sulananda, göz sulananda lanı bütöv götürürük. Amma bağça sulananda lanı bir, nını bir ayırırıq. Sulamaq sözü var da dilimizdə. 2 cür tərkibə görə təhlil olunan, deməli burada nə axtarmalıyam? 2 cür təhlil. Özə nəyə görə? Tərkibə görə.
Tərkibə görə iki cür təhlil. Baxaq görək indi. Rastlaşmaqda yalnız bütövlaş götürülür, məktublaş yalnız bütöv götürülür. Yəni bunların tərkibi yalnız bir cür təhlil edilə bilər. Alaq sözünün tərkibi çox maraqlıdır ki, üç cür təhlil edilə bilər. Necə üç cür? Məsələn, alaq ot mənasında sadədir. Amma arzu şəklində kaş al-aq, al sözün kökü a, arzu, q, xəbərlik. Arzuda deməli necə götürüldü? Arzuda iki qrammatik şəkilçi. Al sözün kökü a, arzunun şəkilçi, q xəbərlik. Bir də əmr eləyirsən. Əmr şəklində isə al sözün köküdür, aq xəbərlik. Yəni alaq sözü neçə cür düşünüldü? Üç cür. Bir kökdən ibarət olur və yaxud da kök və bir qrammatikdən və yaxud da kök iki qrammatikdən ibarət oldu. Deməli bir kökdən o zaman oldu ki, alaq ot mənasında. Bir qrammatik bir kökdən ibarət oldu ki, əmr şəklində al, aq. Arzu oldu ki, al, kaş ala, arzu, qıda şəxs sonluğu. Deməli bu üç cür düşündüyünə görə variantımıza uyğun deyil. Bilək də elədi. İnsanın biləyi sadədir. Amma kaş biz də bunu bilək, kaş bilək. Arzu eləyirəm. Bax bu yuxarıdakı alaq sözü kimi. Bil, arzu, ki şəxs. Bir də deyirsən qoy bilək də, qoy işimizi bilək. Əmr eləyirsən. Bil, də şəxs sonluğu birbaşa. Deməli, bu da üç cür düşünülür. Bu da üç cür, bu da. Bunlar ola bilmədi. Yetişmək sözünü amma iki cür düşünə bilərəm. Niyə? Harasa özümü yetirirəm, yetişirəmsə işi leksik götürürəm. Yox, meyvə yetişirsə, yetişmək bütöv söz köküdür. Yəni bu iki cür düşünülə bilər. Variantlara uyğun gəlir ki, iki cür təhlil oluna bilsin. 10-cu, 3 dənə leksik şəkilçi olsun. 3 dənə. 3 leksik şəkilçi istəyir bizdən. Gəlin baxaq. Qucaqlaşmaq sözünün kökü quc, qucdan qucaq yaranır, qucaqlamaq, qucaqlaşmaq. 3 leksik oldu. Dön, döndən döngə yaranır, dəki həmişə bütöv götürülür. Az, azdan azalmaq, azaldan azaltmaq. Irdı, bunlar ayrılır. Na, ön şəkilçi leksik, təmiz sözün kökü, lik leksik. Soyu sözün kökü, soyuq, soyuqla, soyuqlamaq. A, ön şəkilçi, norma, norma sözün kökü, l leksik, lık leksik. Deməli, 3 dənə leksik şəkilçini harda gördük biz? Gördük qucaqlaşmaqda və anormallıqda. 1-lə 5-də. Digərləri olmadı. Niyə? Azal, altı. Burada 2 dənə oldu. Azaldırdıq. Nə edirdik? Demişəm, sualda olan şəkilçi qrammatikdir. Qucaqlaşmaq, nə etmək? Bax, bir dənə mək sualda var, qrammatikdir. Döngədəki hansı? Görürsünüz, sualda heç nə yoxdur. Anormallıq nə? Sualda heç nə yoxdur. Yəni, sualda yoxdursa, qrammatik yoxdur burada. Natəmizlik nə? Soyuqlamaq, nə etmək? Mək qrammatikdir, əvvəllər leksikdir. Azaldırdıq. Nə edirdik? Deməli, ır qrammatik, di, k. Irdı, k. Bunlar qrammatikdir. Deməli, 3 leksik istədiyinə görə 1 və 5-ci cavabı götürə bilərik. 1-5. 1-5 yadımızda bunu saxlayaq. Sonra keçdik 11-ci testə. Səkkaki bu hadisədən sonra başa düşür ki, elm əhlinin ehtiramı onun ehtiramından daha çoxdur. Deməli, bu səkkaki nəyə anladı? Anladı ki, elm adamlarının hörməti onun hörmətindən çoxdur. Elm adamlarının hörməti onun hörmətindən çoxdur. Sonra və o da elm əhlindən olmaq qərarına gəlir. 30 yaşlı səkkaki elm mərkəzlərindən birinə gəlir. İndiyə kimi heç bir zaman elmi fəaliyyətlə məşğul olmayan səkkakiyə bu yaşında elm öyrənmək çox çətin gəlir. Səkkaki zehin və istedad cəhətindən zəif idi. Təhsildə hamıdan geri qalırdı. Zehin zəifliyinə görə çox vaxt elmi mətləbləri baş ayaq deyir. Bu da yoldaşların ona tez-tez rişxənd etməsinə səbəb olurdu. Rişxənd nədir? Rişxənd ələ salma, lağ etmə, istehza etmə, kinayə etmə, alçaldıcı tərzdə ələ salma kimisə. Bu cür düz 10 il davam etdi. 10 illik təhsili heç bir nəticə verməmişdi. Deyir indi, bax bu rişxənd sözünü nə ilə əvəz eləyək? İndicə onun sinonimlərini dedim. Deməli, nə edirdilər ona? Lağ edirdilər. D bəndi. Yoldaşların tez-tez səkkakiyə tən etməsi nə ilə bağlı idi? Nə ilə bağlı idi, gəlin görək. Bax, orada yazırdı ki,
Bu da yolda zehin zəifliyinə görə elmi mətləbləri baş ayaq deyirdi. Bu da o yoldaşların ona rişxənd etməsinə səbəb olurdu. Deməli niyə? Öyrəndiklərini qüsurlu deyirdi, baş ayaq. A bəndi. 13-cü suala keçirik. Dil 3 hərfdən ibarət olan sözdür. Birinci hərf mənəviyyat adlı daxili körpüdür, dünyadır. İkinci hərf içimizdən xaricindəki dünya. Üçüncü hərf isə bu iki dünya arasında olan körpüdür. Dil haqqında görkəmli Rus yazıcısı Konstantin Uşinski demişdir. Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənasında işlənməyib? Bunun arxası da olmalıdır, amma dilini alsan məhv olar deyir. Deməli, mətndə altından xətt çəkilmiş söz hansı cümlədə mətndəki mənasında işlənməyibdir? Gəlin baxaq. Deməli, bu iki dünya arasında körpüdür. Buradakı körpü mənəvi körpüdən gedir. Söhbət nədən? Mənəvi körpü. Yəni məcazi mənada. Yəni əlaqə mənasında gedir, bağlantı mənasında gedir. Amma indi deyir, o mənada işlənməsin. Görək indi. Deyir, insanlar arasında körpüdür, əlaqədir, bağdır, yəni bağ mənasına. Bağ. Mənəvi bağlar məsələn. Ürəkdən ürəyə körpü var. Dostluq körpüsü salındı iki xalq arasında. Şəhərdə yeni körpü tikilir. Artıq bu tikilən körpüdür. Əməlli başlı körpü tikilir. D bəndi. Yəni bu həqiqidir. Qalanlarında o körpülər bağ mənasındadır. Deməli, iki dövlət arasında körpülər, bunlar hamısı məcazi mənadadır. Körpüləri yandırmaq var, belə bir deyim var, yəqin ki bilirsiniz. Körpüləri yandırmaq, gəmiləri yandırmaq. Yəni geriyə dönüş olmur. Bax bu yandı aramızda olan körpülər. Yəni bir növ o gəmi yandırma, körpü yandırma, bu əlaqəni məhv etmə kimi anlamına gəlir dilimizdə bu söz. Əlaqələri kəsmə yəni. 14-cü suala baxırıq. 13 idi də baxmadığımız. İndi 14. Dünyanın elə bir yeri yoxdur ki, Jules Verne'in qəhrəmanları oraya gedib çıxmasınlar. Onun romanları 5 həftə hava şarında, Kapitan Grant'ın uşaqları, 80 günlük dünya səyahəti, Sirli ada, 80 min kilometr su altı ilə, yerin mərkəzinə səyahət, 15 yaşlı kapitan və s. Qeyri-adi macəralarla zəngindir. Jules Verne elmi böyük ehtirasla sevən, xəyalpərvər bir adam idi. Onun doğulduğu Han şəhərinə müxtəlif ölkələrdən gəmilər gəlirdi. Kiçik yaşlı Jules bu gəmilərə baxar və sirli adalar, qeyri-adi macəralar haqqında xəyala dalardı. Onun atası qəti qərar almışdı ki, oğlu vəkil olsun. Odur ki, onu Parisə, universitetə göndərmişdi. Lakin Jules Verne öz arzularından əl çəkmədi. O fantast yazıcı oldu. Maraqlıdır ki, elm aləmindəki böyük kəşflər, sualtı qayıq, təyyarə, vertolyot, aerostat, radio, televiziya, kino, elektrik mühərrikləri daha əvvəllər Jules Verne romanında təsvir edilmişdi. Məşhur yazıcı hələ o vaxtlar kosmik uçuşlar, okean sirləri, insan orqanlarının köçürülməsindən yazırdı. Onun fantaziyası elmi axtarışları qabaqlayır, onları istiqamətləndirirdi. Hətta Tsiolkovski deyirdi ki, kosmik uçuşlar haqqında fikri o Jules Verne'dən almışdır. Təsadüfi deyil ki, aydakı yerin peykindəki kraterlərdən birinə Jules Verne'in adı verilmişdir. Yazıcının əsas personajları cəsur, ağıllı, nəcib insanlardır. Bir çox qəhrəmanlar fədakar alim olmaqla yanaşı, zülm və əsarət əleyhinə mübarizlərdir. Bugün də oxucular böyük həvəslə cəsur Qatteras, Şən Michel Ardan, huşsuz Paganel, Kapitan Nemo, Verne'in qəhrəmanları ilə həyəcanlı anlar yaşayırlar. Verne'in Claudius Bombarnak əsərində Azərbaycan torpaqları, Gəncə, Bakı, Xəzər dənizi haqqında danışılır. Məşhur yazıcının əsərləri ölkəmizdə dəfələrlə nəşr olunmuş və həmişə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Tünd qara hərflə verilmiş, bax o personaj sözündən gedir söhbət, hansı sözlə əvəz etmək olmaz? Gəlin baxaq. Personaj surət deməkdir, obraz deməkdir, tiplər deməkdir, qəhrəmanlar deməkdir. Amma epizod başqa şeydir. Epizod nədir? Epizod əsərdən müəyyən bir hissə, müəyyən bir parçadır.
Əsərdə müəyyən bir hissədir. Amma personaj əsərdəki sürətlərdir, obrazlar aləmidir. Sən saydığını say, gör fələk nə sayır? 15-ci suala baxırıq. Deməli, sən saydığını say, gör fələk nə sayır? Gör fələk nə sayır? Deyir, bu 15-ci sualda neçənci abzasa, məzmunun neçənci abzasına uyğun gəldiyini araşdırmalıyıq. 15-ci sualda. İndi biz bu məzmunu oxumalıyıq. Görək, hansı abzasda bax bu atalar sözü reallaşır? Hansı abzasda? Gəlin oxuyaq, başlayaq. Dünyanın elə bir yeri yoxdur ki, Jules Verne'in qəhrəmanları ora gedib çıxmasınlar. Onun romanları 5 həftə başarında, Kapitan Grant'ın uşaqları, 80 günlük dünya səyahəti, Sirlada 80 min kilometr su altı ilə yerin mərkəzinə səyahət, 15 yaşlı kapitan və s. Qeyri-adi macəralarla zəngindir. Jules Verne elmi böyük ehtirasla sevən, xəyalpərvər bir adam idi. Onun doğulduğu Han şəhərinə müxtəlif ölkələrdən gəmilər gəlirdi. Kiçik yaşlı Jules bu gəmilərə baxar, sirli adalar, qeyri-adi macəralar haqqında xəyala dalardı. Onun atası qəti qərar almışdı ki, oğlu vəkil olsun. Odur ki, onu Parisə, universitetə göndərmişdi. Lakin Jules Verne öz arzularından əl çəkmədi. O fantast yazıcı oldu. Maraqlıdır ki, elm aləmindəki böyük kəşflər, sualtı qayıq, təyyarə, vertolyot, aerostat, radio, televiziya, kino, elektrik mühərrikləri daha əvvəllər Jules Verne romanlarında təsvir edilmişdir. Məşhur yazıcı hələ o vaxtlar kosmik uçuşlar, okean sirləri, insan orqanlarının köçürülməsindən danışırdı, yazırdı. Onun fantaziyası elmi axtarışları qabaqlayır, onları istiqamətləndirirdi. Hətta Tsiolkovski deyirdi ki, kosmik uçuşlar haqqında fikri Jules Verne'dən götürmüşdür. Təsadüfi deyil ki, aydakı, yerin peykindəki kraterlərdən birinə Verne adı verilmişdir. Yazıçının əsas personajları cəsur, ağıllı, nəcib mübarizlərdir. Bugün də oxucular böyük həvəslə cəsur Qatteras, Şən Mişelardan, huşsuz Paganel, Kapitan Nemo, Verne'nin qəhrəmanları ilə həyəcanlı anlar yaşayırlar. Verne'nin Claudius Bombarnak əsərində Azərbaycan torpaqları, Gəncə, Bakı, Xəzər dənizi haqqında danışılır. Məşhur yazıçının əsərləri ölkəmizdə dəfələrlə nəşr olunmuş və həmişə oxucular tərəfindən böyük rəğbətlə qarşılanmışdır. İndi burada biz neçədə gördük ki, kimsə plan qurur, amma o plan bunun istədiyi kimi alınmır. Gördük ki, ikinci abzasdan getdi söhbət. Deməli, 15-ci testdə ikinci abzasda B bəndi. İkinci abzasda nə gördük? Bax, gördük ki, Jules Verne'nin baxın, onun atası qəti qərar aldı ki, oğlu vəkil olsun. Hətta onu Paris Universitetə göndərmişdi. Amma Jules Verne kim oldu? Fantasti yazıcı oldu. Deməli, sən saydığını say, gör, fələk nə sayır? Yəni, heç nə həyatda planlamaqla deyil.